1991-ci ildə Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın Türkiyədə çox böyük bir konserti olmuşdu. Bu konsert çox böyük səs-küy yaratmışdı. Türkiyədə bu səviyyədə tamaşaçını başqa bir sənətkarla bir araya gətirmək yenidən olarmı? Bax, o dediyiniz konsert Abdı İpəkçi spor salonunda oldu İstanbul'da. Həqiqətən möhtəşəm bir konsert idi. Onu biz onda təşkil elədik Star televiziyasında. Yekta Okur adlı oranın baş direktoru vardı, bizim dostumuz. Düşündük, daşındıq ki, Zeynəb xanımın özü də orada bir ailəsində bir elə vəziyyət yaranmışdı ki, və o 90-cı il hadisələrindən sonra da oxumurdu. İlk dəfə belə bir böyük auditoriyada, Türkiyədə, yeni il ərəfəsində, 92-ci ili qarşılama ərəfəsində belə bir konsertə o da çox ciddi hazırlaşdı. Həqiqətən orada 30 mindən çox insan vardı. Və özdə tək İstanbuldan deyil, Türkiyənin müxtəlif yerlərindən Zeynəb xanımın adını eşidib gələnlər vardı. Və biz elə elədik ki, o konsertdə tək o içəri nə qədər insan vardı, çünki mən də oradaydım, gördüm. İçəri girmə sevincinə nəsib kimə olmayıbsa, onlar da bayırdan onu dinləyə də bilirdi. Səs gücləndiricilər vardı. Çox böyük səs-küyə səbəb olmuşdu. Oldu, bəli. Ondan mətbuat da çox geniş yazdı. Bir neçə gün orada hər kəs deməli Zeynəb xanımla görüşmək üçün otelə də gəlirdilər. Və o Azərbaycan haqqında təsəvvürü, Azərbaycan musiqisi haqqında təsəvvürün çox bir daha da obyektiv, amma daha da qiymətli olmasına şərait yaradan bir konsert idi. Nə üçün? Orada Türkiyənin məşhur oxuyanları Ləman Sam, Müşərrəf Akay, onlar hamısı gəlib dinləyici kimi oturmuşlar orada, dinləyirdilər o konserti. Burada Zeynəb xanımın və onun o musiqiçilərinin böyük məharəti bir daha nümayiş olundu. Zeynəb xanım o auditoriyanı elə idarə eləyirdi ki, hər kəs əlinə Azərbaycan bayrağını alırdı. Hər kəs orada belə vətənpərvər şüarlar səsləndirirdi. Onun nə vaxt başlayıb, nə vaxt bitdiyi də bəlli olmadı. İndi tamam başqa vaxtı. İndi illər keçib. Təbii ki, belə bir şey eləmək olar, niyə olmasın? Amma onun nəbzini tutmaq lazımdır. Hansı auditoriya işləyirsən? O vaxt Zeynəb xanım onu bacardı. Və tam repertuarı da ona görə qurulmuşdu. O vətənpərvərlik ruhunda mahnılar səslənirdi. Dostluq mahnıları səslənirdi. Xalq elə o oxuyanı cəmaat da hər kəs dilində əzbər oxuyurdu.